Dostlar, bu günləri biz bu kitaba fikir verəcəyik. Bu məlumatları da kitabda yazılan bəzi əsl məqamları sizə deyəcəm. Bu videonu mən pulsuz olaraq paylaşıram. Çünki elə də bu məlumatın önəmi yoxdur. Sadəcə biz sadədən mürəkkəbə doğru gedirik ki, anlaya bilək. Bu sadədən mürəkkəbə doğru getməsə biz bunu anlaya bilməyəcəyik. Ona görə bunu mən sizə deyirəm. Kimsə istəyirsə gəlib VIP kanalımıza qoşulsun. VIP kanalda bu kitab var, paylaşacağım. Bu həmən insan gördüyümüz William Qanlı tam adı beləncədir və beləncə siz onun internetdən yenə mövzularını tapa biləcəksiniz. Yəni lap ətraflı tapa bilməyəcəksiniz. Söhbət ondan gedir. İndi isə burada diqqət yetirək. Bu qanın deməli boks qan deyirlər bəziləri. Fikir verin, bu qanın hansı tarixdə yaşayıb, hansı tarixdə vəfat edib onu göstərir. Boks qan deyirlər. Bu boks qan və ver qan. Həmən bu boks qan, bəziləri bu boks qanla analiz edir. Fikir verin, burada götürdüyüm kimi nastroykalar əslində buradakı kimi yox. Mənim o Fibonacci'də olan 0.38-dən başlayaraq nastroykaları qoymaq lazımdır burada. Burada elə bir ki, sol tərəf bu tərəfdə olan Fibonacci nastroykalarını düzəldirlər və bu tərəfdə olan Fibonacci nastroykaları düzəldir. Burada da bucaqlardır. Çoxları bu boks qan sayılır. Yəni qan qutusu gedir, boks qan gedir. Adı belə. Yəni bunu mən ümumiyyətcə istifadə eləmirəm. Yəni boş şeydir. Bunu çox vaxt alandırmaq, hesablamaq, yəni mazğı xarab eləyən yəni üsuldur bu. Buna heç fikir vermirik. Bu isə qaldı ver qan. Yəni, bu verqan haqqında biz növbəti videolarda keçəcək. Biz əvvəlki videomuzu diqqət yetirsək görəcək ki, biz bu birə-bir hissəsi bunun 45 dərəcədir. Onun real qrafikdə çəkilişini, hansı vəziyyətdə doğru işləyəcəyini, hansı vəziyyətdə səhv göstərəcəyi haqqında da biz bu növbəti gələcək videolarımızda davam edəcəyik. Sadəcə biz indi yüngülvari kitabda baxaraq bəzi hissələri deyirik. Növbəti dərslərimizin birində mən qanın ən əla kitabı var. Onu o haqqında çəkdikdə, paylaşdıqda onu mən ancaq VIP qrupumuzda paylaşacağıq. Yenə deyirəm, VIP qrupumuz bizim 100 dollardır. Kim istəsə gələ bilər. Ömürlük, yəni giriş 100 dollardır. Burada isə sadə bir yəni kim istəsə oxuya bilər. Səhv bilmirəmsə İtalyan dilindədir. Sphinx sayılır bunlar. Sadə üsulla deyək, deməli Şamın ya əvvəlindəki ya üstdəki likvidliyi alıb sonra getir. Sadə üsulla insanlar beləncə başa salır. Amma mən bu üsulu da elə də beləncə fikir vermirəm. Çünki gələcəkdə görəcəksiniz ki, bunlar hamısı boş-boşuna yəni fikir yayındırıcı yəni mövzulardır. Asiya vaxtı, nə bilim nə vaxtı, necədir. Fikir verin, burada götürdükdə dərəcə başlayır və bu dərəcələr 15-dən başlayaraq başlayır. 15, 30, 45, məndə 36 da var dərəcə. Orada göstərdən 90, 135, 150, 180, 210 və s. dərəcələr. Bir də var ki, 11-dən başlayan dərəcələrini hesablayırlar. Əsasən mən bunu götürürəm əsasən özümdə, yəni ən üstün cəhət. Burada indi sizə bir məqam deyəcəm. Burada verqanda ən çox lazım olacaq. Məsələn üçün fikir verin. 3-ün 2-yə hissəsi bir dəqiqə biraz böyüdü. 3-ün 2-yə hissəsi 240 dərəcə deməkdir. 5-in 8-ə nisbəti 225 dərəcə deməkdir. 2-in 1-ə nisbəti 2-in 1-ə deyildi. 180 deməkdir və s. Beləncə yəni 1-in 8-ə 45 dərəcə deməkdir. Burada verqandakı kimi indi biz gəlib çatacaq verqana burada var. Dostlar, gedirik. İndi mən sizə bir söz deyəcəm burada. Ya verqana çatdı. Verqanda var, fikir verin. Bu orta isə bunu biz burada siz bəlkə də bunu çoxlar bəziləri çəkəndə neyini götürür buradan. İndi mən qrafikdə gələcəkdə göstərəcəm, minimuma qoyur. Məsəl üçün tam ki minimum buradadır. Götürüb minimuma görür. Bu xətt, bu orta xətt buradan başlayır. O səhv çəkilişdir. Yəni elə çəkilişdir. Bunu grafikin ölçüsünü düzəldməsən səhv alınacaq. Ölçüsünü düzəldib götürüb 45 dərəcə qoymalısan. Bunu dərəcə ilə ölçməlisən. Bu birə-bir nöqtəsidir. 45 dərəcə olmalıdır. Əgər bu hissəni keçirsə, bu hissəni keçir. Növbəti bu hissədə dəyib düşmə ehtimalı olur. Bu da isə gördüyünüz kimi rəqəmlərdir. Bu rəqəmlərə 1-in 2-yə və s. davam edir. İndi burada
8-ə kimi getməlidir. Burada indi 8-ə kimidir. Əgər bu xətti yarısı növbəti qayıdışda bu xətti dəstək rolunu oynaya bilər. Amma yeri gələndə əslində bu mən sizə qrafikləri çəkəcəm. Bəzi məqamları da göstərəcəm ki, bu yəni səhv fikirdir, yəni səhv düşüncədir. Çox vaxt buna uyğun qrafik getmir. Yəni burada da göstərir. Deməli, zamanın qiymətə görə hərəkət edir. Sadə üsulla deyirəm, mən çox dərinə getmirəm. Ehtiyac yoxdur burada çox dərinə getməyə. Sadə üsulla başa düşsən, kifayət qədər pulunu bəs eləyirsən də fikir verin. 1-in 8-ə kimidir və yaxud da 8-in 1-ə kimidir. Aşağı-yuxarı teması var. Ortalama fikir ver, 1-in 1-ədir. Əgər trend bu xəttdən aşağı düşürsə, deməli trend düşüş trendi sayılır. Əgər bu xəttdən yuxarıdırsa, deməli trend qalxış trendi sayılır. Əsas 1-in 1-ə olur 45 dərəcə. Sonra o biri dərəcələr gedir. Burada insan deməli analiz eləyir və ölçüsünü atıb. Deməli fikir ver, bazar başlamışdan və artıq bu insan analizdə götürüb, deməli burada 45 dərəcəni atıb, bucaqla dərəcəni ölçüb və verqanı atıb. Deməli trend fikir ver, qalxış trendidir. Hələ ki qalxış trendidir. Çünki aşağıdan yuxarı götürüb. Çünki dibdən. Deməli bu hissədən bura hələ trend buranı qırıb keçməyib ki, düşüş trendi sayılsın. Bu hissələrdə fikir ver. Trend birinci növbədə zamana görə qiymət çox yuxarıdır. Sonra getdikcə zamana görə qiymət tənzimləməyə başlayır. Fikir verin. Bu xəttin üstündən keçəndən sonra yavaş-yavaş trend altı bu xəttə doğru irəliləməyə başlayır. Trend beləncə də irəliləyə bilər və bir müddətdən sonra da irəliləyə bilər. Önəmi. Və yaxud da bu xətti qırdıqda bu xətt sonra orada müqavimət rolunu oynayır. Buna verqan deyirlər, verqan. Ya buna altdan hamısını əzbər bilən deyəm. Mən burada oxumaq ehtiyac yoxdur. Sizə tərcümə eləmək metodunu göstərəcəm. Çoxlu çətini çəkəcəksiniz necə tərcümə eləyim. Mən kompüterdə onun hamısı metodunu göstərəcəm. Gülüboy PDF kitabını tərcümə eləmək. Onu da bilmirlər. O da VIP kanalımızda olacaq o mövzu. Yəni fikir verin. İnsan burada deməli aşağıdan yuxarı atıb, aşağıdan yuxarı atdıqda xəttləri hazır var. Bu verqan aşağıdan yuxarı atır. Ən sadəsi odur ki, gərək bütöv rəngləyəsiniz ki, çaşmayasınız. Niyə? Çünki tam aşağıdan yuxarı qalxanlar olsun qırmızı, yuxarıdan aşağı aşağıdan yuxarı qalxanlar olsun göy, yuxarıdan aşağı düşənlər olsun qırmızı, opşi rənglər. Biz gələcəkdə verqanın nastroykalarına baxacaq. Onun xüsusi nastroykaları var. Onu necə eləmək lazımdır? Onu sizi sirri kitabda demir. O barədə də biz baxıb danışaq ki, sonra isə bu insan 45 dərəcəni burada tutub, verqanda 45 dərəcəni ölçü və 45 dərəcə uyğun da verqanın atıb. Dərəcəyə uyğun verqanın atıb və burada da yaxın olmağın elə də güclü qorxusu yoxdur. Yəni. Bu hissədə isə fikir verin, gəlib artıq burada qiymət bu hissəni qırıb və bu hissəyə yaxına düşür. Burada götürəndə birə-bir. Bu birə-bir hissə budur. Birə-bir hissəni qırıb artıq trend düşüşə gedir. Əgər diqqətlə fikir versə birə-bir hissəsi gəlib bura deyib, buranı qırıb, sonra gəlib bura deyib, sonra abratka düşüş verir. Bundan istifadə edən nə var? Biz bunu sadəcə nastroykasını və s. falan göstərəcəm sizə ki, ətraflı gələcək videoda siz istəsə istifadə edib baxasınız, amma elə də mən çox istifadə eləmirəm. Məsəl üçün fikir verin. Görürsünüzmü? Adi verqanda trend birə-bir nöqtəsində gedirdi 45 dərəcə. Bu artıq mən baxan kimi bilirəm. Siz verqan bir neçə dəfə çəkdikdən sonra artıq baxan kimi biləcəksiniz birə-bir nöqtəsi nədir? Birə-bir, yəni nədir? Bu bir tərəfdə bu həmən bucaqlığa sayılır. Fikir verin. Gəlib müəyyən bir hissədən sonra fikir verin. Buranı qırdıqdan sonra bura müqavimət rolunu oynayır və buradan düşüş verir. Buranı qırdıqdan sonra artıq bura müqavimət rolunu oynayır və qiymət gedir. Çox güman ki, gəlib bu hissəyə çatdıqda yəqin ki, qalxış verəcək. Qrafikə təqribi baxanda eləncik, yəni. İnsan təzədən götürüb qrafikə atır xəttlərin və analiz edir. İndi bunun biz ən sadə üsullarını göstərəcəm sizə. Getdikcə bu sadəcə qanun biz üsullarına danışırıq ki, başqaları sizə danışanda o qanun üsulları aldatmasınlar.
Bu setka qan sayılır. Çoxları bunu boks qanla bir tuturlar, amma boks qan deyil bu. Bu setka qandır. Bunu mən ən axırda sizə izahını verəcəm. Çünki biz hansı metodlardan istifadə edəcəyik, necə istifadə edəcəyik, onu qrafikdə mən göstərəcəm. Bu kitabları göstərməklə sadəcə onu hansı metodları olduğunu, əsas hansı metodları olduğunu mən sizə göstərməyimdir. Bu boks qandır. Boks qanı mən istifadə eləmirəm. Boks qan mənim üçün heç nədir. Çoxları deyir, bacarır eləməyə, amma mən nöqtə atışa xoşladığıma görə boks qan mənim üçün heç nədir. Yəni boks qana üstünlük vermirəm. Ona görə bunu mən sizə vaxtınızı bunun üstündə öldürüb öyrənməyə ehtiyac yoxdur. Növbəti bir şeyə diqqət yetirək ki, deməli insan burada bir qayda da var. Deməli fikir verin, atıb bıçağın bu qalın hissəsi birə-birdir və bunun axırıncı bıçağını fikir verin, dəydikdən sonra düşüş verir. İndi burada bıçaqlar rəngbərəngdir, sizdə də rəngbərəng olacaq. Sadəcə onu bir rəngə gətirmək lazımdır ki, çaşmayasın. Ondan sonra fikir verin, buradan təkan alıb və düşüş verib. Sonra gəlib qalxış verəndə buradan bir dənə təkan alıb düşüş verir. Sonra buradan təkan alıb düşüş verir. Buradan təkan alıb düşüş verib, düşüş və bu xətt boyunca gedib. Müqavimət rolunu oynayıb. Fikir verin. Axıra yaxın gələndə də bu hissələrdən təkan alıb. Burada da bu hissələrdən təkan alıb. Sonra bu hissədən yuxarıda olduğuna görə, bu hissədən yuxarıda olduğuna görə bu təzədən bir dənə verqan atıb bura. Ona görə. Çünki artıq maksimum hissəsi odur. Deməli bunu biz danışmayacağıq. Boks qan haqqında mən sizə danışmayacağım. Heç ehtiyac yoxdur boks qan haqqında danışmağa. Bu kitabını paylaşmışam. Kimsə istədirsiniz tərcümə eləyə. Tərcümə eləmək metodu videosu inşallah gələcəkdə qrafikimizdə olacaq. Burada faizlərə görədir. Həmən o qrafikdə görsənən həmən o məsələn 8-in 1-ə, 8-in 2-ə neçə faiz eləyir? Fikir və faizə görə hesablamasıdır. 8-in 8-i 100% eləyir. Ona görə. İndi isə gəlib bir metoda baxaq. Burada insan götürüb hesablamasını atıb S&P 500-də hesablama atıb, dərəcələri atıb. Və fikir verin, qiymətlər gəlib həmən yerlərdən öz düşüş verdiyi zaman qiymət düşüş verdiyi zaman bunlardan dəstək alıb, dəstək alıb, fikir verin, gəlib bir part edib belənçi buradan da. İndi fikir verin, qalxışda nətər baş verib, buradan təkan alıb, gəlib buradan təkan alıb, bura deyib, gəlib. İndi fikir verin. Görürsünüzmü? İndi deyəcəz bu çoxdur. Bu metodu mən biraz yəni xozuvari metod sayıram. Amma hər ehtimala qarşı baxırıq. Çünki gələcəkdə sizi aldatmasınlar, eləməsinlər. Bu da kvadratın 9-u deməkdir. Gördüyümüz kimi biz qrafikdə yaratdıqlarımız kimi 45 dərəcələrdir. Siz artıq bilirsiniz 90 dərəcələrdir bunlar. Məsəl üçün 0 buradan da başlaya bilər, buradan da başlaya bilər. Önəmi yoxdur onu. Bizdə başlayıb. Bu necə başlayıb? Bunun gedişatı necə bilirik? Bilmək olur. Əgər 2 burada olsaydı belə fırlanacaqdı. Deməli elə deyilsə 2, 3, 4, 5, 6 bax spiralvari gedişatdır. Bunu biz bildik ki piramida formasındadır. Bunlar hamısı hərəkət eləyir. Baba gəldi 81. Gördünüzmü? 9-un kvadratı 81-ə kimi göstərdilər. Burada deməli bütün ölçülərə görə hamısı dərəcələr var. Kimsə əgər bilmirsə onları hamısını qeyd edə bilər ölçülərə görə dərəcələri əgər bilmirsə kitabdan baxıb qeyd edə bilər. Bizim VIP Telegram qrupumuzdadır. VIP qrupunda linki sizdə video var, çəkmişəm, paylaşmışam. Şəxsidə yaza bilərsiniz mənə. Kim istəsə şəxsidə. Həftəliyə görə hesablamalardır. Bunların hamısı öyrənəcək. Gələcəkdə göstərəcək. Boks qanuna yenə də fikir vermirik. Bu kitabda olan bəzi məqamlara baxırıq. Boks qanun çəkilişinə fikir verin. Müəyyən bir hissədə götürdü. Bu sadəcə baxırıq. Elə də bu çox vaxtı önəmli sayılmır. Çünki bəzilərində işləyir, bəzilərində işləmir. Forex-də. Ona görə bunu elə də mən fikir vermirəm.
fikir verirsinizmi necə hərəkət eləməyə? Yəni heç o deməyə ehtiyac yoxdur. Onu yəni boş-boşuna durun mən danışım. Bunlar qanun 9 hesablamasına görə damsı. Biz bunu başqa cür hesablayacağıq. Həmən bu verqanda düşüş və qalxış zamanı diqqət yetirsək, insan verqanı çəkib 45 dərəcəni götürüb burada maksimumda verqanı çəkib. Verqanı çəkib, bir dəqiqə bunu yaxınlaşdıraq. Diqqətə bax. İnsan verqanı çəkib, fikir verin. Qiymət necə qəşəng oynayıb. Deməli burada 45 dərəcədir bildiyimiz kimi qalın bir xətt. Onu istəsə 40-40 da qoya bilərik. Təkan verib düşüş və sonra növbəti bu hissələrdə fikir ver təkan. Buradan təkan. İndi söhbət nədən gedir? Ən minimumdan, minimum indi buradır. Bura olanı da buradan götürüb. İndi buradır. Minimumdan bir dənə verqan atıb. Və burada qalxış zamanı fikir ver. Qalxış zamanı müəyyən bir hissədə fikir ver, təkan verib. Bu hissənin gəlişində və bu hissənin gedişində fikir ver. Sonra gəlib bu 45 dərəcədə bir dənə təkan verib buradan. Gəlib bu biri hissədən yuxarıda tam verqandan bir dənə təkan verib. Gəlib buradan bir dənə təkan və bunu keçən olsun növbəti buradan təkan və s. təkan fikir verin. Necə də qrafiki, yəni bu xəttlər vasitəsilə insan baxır. İndi düzdür, tək bu xəttlərə aldanmaq lazımdır verqanatında. Əlavə olaraq müəyyən məsələn xəttin buradan keçir, qrafik bura hərəkət edir. Mən tezbaza burada yerləşən order blokumu təyin eləməliyəm ki, buradan dönəcəyimi bilirəmsə, gözləməliyəm ki, order blok hissəsinə giriş verib hardan dönəcək, onu da gözləmək olar. Beləncə də bu hissədə məsəl üçün gəldikdə bu hissələri diqqət yetirmək lazımdır. Düşüş əgər gözlüsünüzsə. Qaldı ki, indi bu hissəyə fikir verin. Bu hissədə biraz keçib, yenə də xəttə görə də işləyənlər olur, xəttsiz də işləyənlər olur. Bunu düzgün atsaz, tarsa 70%, təqribən 70%, 60% sizə üstünlüklər verir. İnşallah gələcəkdə biz qrafikdə çəkəcək onu baxacaq. Verqanı. İndi isə sadəcə kitabda olduğu kimi danışırıq. Bu metoddan biz istifadə eləməyəcək. Bu metod çox zaman işləmir. Bu qan haqqında kim istəsə oxuya bilər. Aha, yox, bu ehtiyac yoxdur. Bunlara da ehtiyac dövrlərdir. Bunlar gələcəkdə silləri deyəcəm buna da. Bu nə çəkib burada? Ha, bu insan verqan çəkib, prosta qanun elə bir ki, bucaqları azdır, biraz başqa cür götürüb, bunu da biz söhbət edəcək gələcəkdə. Qan boksundan istifadə edib o. Sual verəcəyiz ki, bu niyə sıfırı buradan götürüb, buradan verqanı çəkməyib, buradan çəkib. Artıq bu insan qan boksundan istifadə edib, sadəcə qan boksda o biri göstəricilər yığışdırıb, sadəcə bucaqlar qalıb, ona görə də avtomatik olaraq qan boks fikir verin, üstünlük təşkil eləyir. Qan boksundan biz indi danışanda orada baxacaq nastroykalarda elə bir ki, promenə götürür, minimumdan maksimuma qaldırdı qan boksu. Fikir verin, minimumdan maksimuma qaldırdı və orada artıq bucaqlar işləyir. Yəni qan boksun beləncik yəni Fibonacci uyğun bir dəqiqə sizə tapım. Qan boksu. Dəqiqə. Bir dəqiqə dostlar. Bax fikir verin, qan boksun böyürdə gedən bu xəttlər var ha. Dostlar, bu xəttlərin özləri məsəl üçün, bu xəttlərin özləri yeri gələndə bunlar da Fibonacci'yə uyğun gedir. Beləncə də xəttlər gedir. Onları yığışdırıb sadəcə içində qan boksun fikir ver, beləncik verqanı qalıb. Verqanı oxşanı qalıb. Yəni fikir verin, baba həmən metoddur. Sadəcə orada beləncə idi yəni. O gələcəkdə biz amma onu elə istifadə eləmirəm. Çünki verqanı istifadə elədin, ona ehtiyac yoxdur istifadə eləmək. Fibonacci və s. baxırlar onun daxilində.
Çox vaxt heç üstünlük də vermir o. Deyəsən qutardı kitab. Kitab qutardı. Növbəti gələcəkdə inşallah başqa bir başqa bir kitaba baxacaq. Artıq video bizdə VIP qrupumuzda çıxacaq. Həmən əsas videolar. Biz sadəcə yüngülvari danışırıq. Adicə bir işləm tərzində. Məsəl üçün, adicə bunu götürəndə gəlin söhbət edib. Baba bunu heç düzgün çəkmirlər. Heç kim bunu düzgün çəkmir. Heç YouTube'da da belə bunun düzgün çəkilişi insanlar çoxsun göstərmir. Ona görə də çətinlik çəkirlər. Bunun heç düzgün çəkilişlərin çoxsu düz göstərmir. Yəni çətinliklər çəkirlər. İnşallah yenə də çoxları sual verəcək ki, biz real qrafikə niyə keçmirik, niyə real qrafikdə görürük? Yenə isə deyirəm dostlar, biz bu mövzuya təzə başlamışıq. Ətraflı professional öyrənmək üçün. Ona görə biz bunların hər bir metodlarını bilməliyik ki, çünki gələcəkdə siz hansı bir video qabağınıza çıxacaq və görəcəksiniz, sonra qayıdıb deyəcəksiniz ki, belə bir metod var. Mən də bezəcəm sizə suallarınızı cavablandırmağa. Çünki belə bəzi metodlar indiki dövrdə böyük bir profitlər vermir. Ona görə biz o metodları sadəcə deyib üstündən keçəcəyik ki, biləsiniz. Əsas işləm metodları VIP kanallarda göstəriləcək. Gələn videolara qədər kim VIP kanala gəlmək istəyir? Dostlar, bir nəfər yazmışdı ki, müəllim, eləmə, kasıblar da öyrənə bilsin. Amma sizə bir söz deyim dostlar. 100 titi qrupa daxil olmaqdır. Qrupdan çıxdıqda 100 titi qaytarılmır. Onu yadda saxlayın. Çünki qrupda olan məlumatları götürüb aparacaqsınız. Hələ indiyəcən dediyim mən məlumatların sizin hamısını bir yerə toplasaq, bir böyük bir təsirli dəstək və müqavimətdən danışmışam. Trendin istiqamətindən danışmışam. Disiplindən danışmışam. Future'dən danışmışam. Funding strategiyasına danışmışam. Funding nədir onu başa salmışam. Çinlər nədir? Future'da onu başa salmışam. Stopunu necə qoymaq başa salmışam. Stop qoymayanda nələr baş verir? Disiplini başa salmışam. Görün ən qədər videolar. Ən əsas order bloku 6 hissə çəkmişəm sizin üçün. FVG-ni yüngülvari başa salmışam. FVG boş şeydir. Üstündə bir dənə Brexonanı başa salmışam belə deyə. Sonra sizə da canım nədirsin? En qədər mövzuları mən sizə demişəm dostlar. En qədər mövzuları toplasaq o $100 da yuxarıdır dostlar. Siz bu boyda mövzularla havayı qazanmaq istəyirsə, yəni alınmır eləncə. Çünki havaya gələndə insanlar başlayır lağlağı qoymağa. Ona görə mən kütləyə görə işləmirəm. Mən burada tələbə yığmıram. Mən mövzunu deyirəm. Ən əsas mövzular olacaq VIP qrupumuzda. Kitablar olacaq VIP qrupumuzda. İkinci sezonda olan kitablar. Excel faylları, əla Excel faylları, yaxşı Excel faylları olacaq bizim VIP qrupumuzda. VIP qrupa daxil olmaqla siz nə üstünlük əldə edirsiniz? Hər bir məlumatda pulsuz olacaq. Gələcəkdə elə spot haqqında müzakirə olunanda, danışanda, spotun sirlərindən danışanda gələcəkdə olacaq. İndi tez bir zamanda olmayacaq. Elə o bütün məlumatları yığsaz, görəcəksiniz ki, onların elə dəyərləri gör nə qədərdir. Çox insanlar gedir, çox şeylər öyrənir, nəsə bacarmır. Mən ayrıca kanalda o vaxt yazanlar var. Mən həmişə çatı silirəm, xoşlamıram qalsın. Müəllim çox sağ ol, canım sağ olasın. Mən pul verdim, kurs aldım. Heç nə başa düşmürdüm. Sənin videolarına baxdım. Mən indi şamları nədir bilirəm, qrafik nədir bilirəm. Trend hərəkətin bilirəm və s. Mən bilmirəm onlar kimlərdən alıb, necə alıb, nə cür alıb. Vaxt heç mənə maraqlıdır. Kim neyniyir, nə cür eləyir, o işidir. Sadəcə mən dünyada görünməyən bir proyekt qururam. VIP kanalım. Hansı ki ömürlük VIP qrupa giriş $100'dır. Əgər çıxdınsa, təzədən qayıdırsansa, təzədən $100 ödəyəcəksən. Ona görə çıxmaq sərf eləmək. Girdinsə, otur qal VIP qrupda. Girişə görə VIP qrupdakı məlumatları götürürsən, toplayırsan, özün üçün həll edirsən. Əgər özünü inkişaf elətdirməksənsə, öyrənmək istənsənsə sirləri gəlmə. Heç kimi məcbur eləmirəm. Görürsünüz ki, heç reklama buraxmıram. Ayrıca TikTokda bir dənə göstərdi ki, 8.000 baxışa $1.80 ödəsəm, 8.000 baxış yığacaq videom. Təsəvvür edin. Nə bilim 6.000-dən 8.000-dən $1.80. Heç onu mən belə reklama buraxmıram videolarıma. Mənə önəmli deyil dostlar. Mənə önəmlidir ki, əsas öyrənmək istəyən insan gəlsin, öyrənsin. Öyrənmək istəyən insan öz xeyrini biləcək ki, verdi ki, yəni başqa qruplara nisbətən
da hər dəfə kurs çıxdıqda, hər dəfə məlumat çıxdıqda onu kompleks şəkildə durub insanlara pul müqabilində satılmayacaq o qrupda. O qrupun sirləri ancaq qalmalıdır, qrupdan qırağa çıxmamalıdır, qutardı. Və mən bir müddətdən sonra sizə göstərəcəm ki, və siz özünüzə görəcəksiniz, nöqtə atışları orada izah olunacaq və s. danışılacaq orada. Onlar hamısı gizli qrupda olmalıdır ki, az insan bilsin. Çox insan bilməyi, mənə də sərf eləmək ki, sabahçı gün bazar dəyişəcək, başqa cür hərəkət edəcək. Ona görə hələ bu məlumatların da dostlar çoxları bilməyi də, yəni mənə də sərf eləmək ki, sabahçı gün bazar dəyişəcək. Yəni əsas öyrənmək istəyən insanlar üçündür. Hələlik dostlar, like vurun, bəyənin videonu, paylaşın. Komment yazanlar hər videoda, o biri videoda axıracan qulaq komment yazan, çoxlu videom komment yazan insanları mən VIP qrupuma gələcəkdə ola bilsin ki, VIP qrupuma yəni təmənnasız götürdüm. Seçim edəcəm yəni. O da sizin aktivliyinizdən asılıdır. Hələlik.